Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Təkcə bu ilin 6 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub. Habelə 2022-ci ilin əvvəllərindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda ailə başçısını itirmiş ailələr üçün 2022-ci ilin əvvəlindən iki təminat növündən ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını